267 nömrəli məktəb liseyi şəhid leytenant Elşad Həmidovun anı gününü qeyd edilir. Bugün bizimlə şəhid Elşad Həmidovun aile üzvləri, sinif yoldaşları, döyüşçü yoldaşları bir yerdədir. Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var. Şəhidlik zirvəsi. Şəhidlik vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payına gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik uca bir zirvə olmaqla yanaşı həm də məktəbdir. Elə bir məktəbdir ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürur verici bir məqam olduğunu dərk edirik. Bugün bizim qürur mənbəyinə çevrilən şəhidlərimizlə Azərbaycan xalqı fəxr edir. Bugün hər bir ölkə vətəndaşı bu vətən bizimdir deyib, canlı Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğulları yaxından tanımalı, onların əziz xatirəsini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir. Onlar ürəklərdə yaşayır, yaşayacaqdır. Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin aziz xatirəsini bir dəqiqəlik yuxuya yad edirik. Hörmətli şəhid ailələrimiz, hörmətli qonaqlar, hörmətli müəllimlər və əziz şagirdlər, sizlərin hər birinizi bugün şəhidimizin adını daşıyan 267 sayılı məktəb liseyində keçirilən bu məhtəşəm tədbirdə rayon rəhbərliyin adından salamlayır və bir daha məktəbin kollektivinə bu cür möhtəşəm bir tədbirin keçirilməsinə görə böyük təşəkkürümüzü bildiririk. Hörmətli şəhid ailələri, şəhidimizin bacıları, qardaşı, biz hər zaman çıxışımızın əvvəlində söyləyirik ki,
sizlərə bizim ehtiramımız böyükdür. Biz şəhidlərimizin ruhu qarşısında hər zaman baş əyirik. Çünki o şəhidlər bizim başımızı ucar etdilər. Ruhları şad olsun. Bu yolda canını, əzalarını itirən qazilərimiz var. Onlara Allah'tan can sağlığı arzulayır. Bugün döyüş bölgelerinde yine de bizim sərhəd boyu ərazilərimizdə vətənimizin xidmətini çəkən oğullarımız var. Biz onlara Allah'tan güc qüvvə arzulayırıq. Ən əsası da bizim dövlətimizə hər zaman, necə ki 2020-ci il noyabr ayının 8-də bir zəfər tarixi yazdı, hər zaman dövlətimizə zəfərli günlər arzulayırıq. Bugün biz işığına toplaşdığımız 1-ci Qarabağ müharibəsi şəhidi Elşad Həmidov haqqında, belə deyək, onun xatirələri haqqında əlbəttə ki, burada döyüş yoldaşları ətraflı məlumat verəcəklər, ailə üzvləri ətraflı məlumat verəcəklər. Ancaq bizim də eşitdiyimiz, oxuduğumuz şəhidimizin qəhrəmanlığı haqqında bir neçə kəlmə mən də söyləmək istərdim. Bilirsiniz, hər bir şəhidimizin talihini oxuyan zaman baxıb görürük ki, hələ kiçik yaşlarından onları, belə deyək, vətən üçün, torpaqlarımızın bütövlüyü üçün mübarizəyə səsləyən bir hiss olub. Yəqin ki, indi şəhidimizin bacıları, qardaşı bu haqda ətraflı danışacaq. Gəlin bir, belə deyək də, neçə illər öncəyə baxaq. Elşad bizim dədə-baba torpağımız olan Qərbi Azərbaycanda dünyaya gəlmişdi. Və çox kiçik zamanlarından, belə deyək, məktəbli olan zaman o artıq qaçqın həyatı yaşamağa məcbur olmuşdu. Bizim mənfur düşmənlərimiz, belə deyək, illərlə, yəni bu təkcə 88-ci ildə baş verən bir hadisələr deyildi. Biz tarixə nəzər salsaq, görərik ki, illər boyu bizim, belə deyək, soydaşlarımız öz dədə-baba torpaqlarından qaçqın düşmək məcburiyyətində qalıblar. Yəni bu illərlə belə davam edir. Və növbəti də 88-ci ildə, haçan ki hələ Elşad məktəbli idi, məcbur olur ailəsi ilə dədə-baba torpağına, ev eşiyini qoyub gəlsin bizim Azərbaycanımıza. Və gəlir, məskunlaşır, səhv eləmirəmsə Qarabağ rayonunda məskunlaşır və sonra isə Bakı şəhərinə, müəyyən bir zamandan sonra Bakı şəhərində və bugün adını daşıdığı bu məktəbdə gəlib təhsil alır. Zaten o kiçik yaşlarında gördüyünü görmüşdü. Haqsızlıqları, xalqımıza qarşı olan haqsızlıqları görmüşdü. Çünki o elə bir yaşdaydı ki, onun ancaq təhsil almaq, belə deyək də, öz normal həyatını sürmək yaşındaydı. Amma məcburən özə çox acınacaqlı vəziyyətdə orada çıxmaq artıq onun qəlbində bir qığılcımlar yaradır. Və necə ki, həm ailədə görür o vətənpərvərliyi və gəlir burada təhsil aldığı zaman da müəllimlərindən eşidir o tarixi ki, Azərbaycan neçə illər mənfur düşmənin təcavüzünə məruz qalır. Və yəqin ki, elə bunlar gətirir, çıxardır ki, Elşad hərbiçi olmaq istəyir. Və o adı da çox şərəflə, hərbiçi adını da çox şərəflə daşıyır. Və əlbəttə ki, Elşad bizim belə deyək, Qarabağımızda gedən o müharibəyə, o savaşa itinasız qala bilməzdi bir profesional hərbiçi kimi. Və o da silaha sarılaraq vətənin müdafiəsinə qalır və qəhrəmancasına son damla qanına qədər vuruşaraq şəhid olur. Burada indi bizim şəhidimizin döyüş yoldaşları yəqin ki, onun döyüş xatirələri haqqında məlumat verəcəklər. Nə qədər ki, ağrılı olsa da, amma bunlar bilinməlidir. Kimlər üçün? Bizim gələcəyimiz olan bu gənclər üçün. Onlar məlumatlı olmalıdırlar. Ki, bugün düzdür. Çox bir şərəfli tarix yaşadıq, zəfər tarixi yaşadıq. Və şükürlər olsun ki, bu balalar da həmin zəfərimizin şahidləri oldular. Amma bu zəfər tarixini yaşayana dək biz nələrdən keçdik? Bu bir tarixi yaddaş kimi onların beyinlərindən silinməməlidir. Və
Elşadın timsalında, Elşad qardaşımızın timsalında bugün şəhidlərimizin ruhu şaddır. Çünki hələ 1-ci Qarabağ müharibəsində başlanan savaşın, belə deyək, davamını onların qardaşları, kiçik qardaşları davam edərək onların qisasını aldılar. 2020-ci il sentyabr ayının 27-sində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bizim gənclərimiz, mərd oğullarımız, qəhrəman oğullarımız silaha sarıldılar, vətənin müdafiəsinə qalxdılar və çox az bir zamanda və dünyanı belə deyək də bütün indi də dəhşəti fikirləşirlər ki, bu 44 gündə necə mümkün oldu? Çünki 30 il idi bu torpaqlar uğrunda biz mübarizə aparırdıq. O demək deyildi ki, 30 il biz sakit dayanmışdıq. 30 ildir biz gözləyirdik ki, bəlkə dünya, belə deyək, dünya səviyyəli qurumlar insafa gəlib görərlər bu haqsızlığı. Amma baxdıq, gördük ki, yox. Bu illər belə uzanır. Və o zaman bizim mərd oğullarımız artıq növbəti nəslə bu böyük dəhşətin yaşanmasını qoymadılar. Silaha sarıldılar, vətənin müdafiəsinə qalxdılar. 44 gün ərzində bölüm birim savaşı getdi. Bizim, belə deyək, bu dədə-baba torpaqlarımız üçün. Və nəhayət ki, bizim Qarabağımızı o mənfur düşmənin tapdağından azad elədilər. Bizə o sevinci yaşatdılar. Düzdür, sevinci yaşatdılar, amma özləri şəhid oldu bizim balalarımızın. Buna baxmayaraq şəhid ailələri başını dik tutaraq vətən sağ olsun dedilər. O 3 rəngli bayrağı öpüb gözlərinin üstünə qoydular. Hansı ki, o 3 rəngli bayrağı üçün artıq 30 il idi bizim balalarımız savaş aparırdı ki, bu bayraq bizim doğma Qarabağımızda dalğalansın. Şükürlər olsun. Biz bu sevinci yaşadıq, Qarabağımızı azad etdik düşmən tapdağından. Və nəhayət antiterror əməliyyatları zamanı biz artıq tam olaraq suverenliyimizi bərpa etdik. Bizim o mərd igid oğullarımızın, balalarımızın hesabına. Bugün Azərbaycan qürurla söylüyor ki, mən əvvəlki kimi olduğu kimi mən artıq suveren bir dövlətəm. Düzdür, bunu göz götürməyənlər yenə də var. Amma bir şeyin də şahidi olsunlar ki, biz bunu yaşamışıqsa, deməli, biz hələ o deməkdir ki, biz heç bir ölkənin bir qarış torpağında da gözümüz yoxdur. Yəni, bizim torpaqlara da artıq heç kim göz dikməsin. Cənab Prezident söylədiyi kimi, o əgər o fikirdə olsalar, onlar cavablarını alacaqlar. O dəmir yumruq hesabını, mərd oğullar hesabını. Və şükür olsun, bugün söylədiyiniz kimi, Elşad qardaşımızın timsalında şəhidlərimizin ruhu şaddır. Çünki o torpaqlar azaddır, o torpaqlarda 3 rəngli bayrağımız dalğalanır. Və arzuluyuruq ki, hər zaman bizim 3 rəngli bayrağımız yüksəklərdə olsun. Əziz balalar, siz də, sizin üzərinizə nə düşür? Ancaq yaxşı oxumaq və o şəhid balalarımızın, gənc balalarımızın yarımçıq qalmış taleylərini siz davam etdirməlisiniz. Təhsilinizlə, ədəbinizlə, vətəni sevməyinizlə və doğma Azərbaycanımızı dünya səviyyəsində təmsil etməyinizlə. Bir daha böyük ehtiramımızı bildiririk şəhidimizin ailə üzvlərinə, döyüş yoldaşlarına, qazilərimizə. Biz Allahdan şəfa diliyirik, sizlərə də gələcək həyatınızda, fəaliyyətinizdə uğurlar arzu edirik. Hörmətli Rəna xanım, sizin də pedaqoji kollektivinizə bir daha rayon rəhbərliyi adından, rayon ictimaiyyəti adından təşəkkürümüzü bildiririk və onu da xüsusi qeyd eləmək istəyirik ki, bizim rayonumuzda olan məktəblərin hər birində mütəmadi olaraq vətənpərvərlik dərsləri keçirilir və hər bir şəhidimizin, belə deyək, həyat təcrübəsi, həyatında baş verənlər və geniş ətraflı şagirdlər tərəfindən nümayiş olunur və biz də özümüzə bir borc bilirik ki, bu tədbirlərdə gəlib yaxından iştirak edək, şəhidlərimizin ailə üzvlərinin yanında olaq. Bir daha hər birinizə təşəkkür edirəm və şəhidlərimizin ruhu şad olsun. Çox sağ olun.